Allah insanları ilk dəfə yaradanda onlara çoxlu övlad sahibi olmağı və yer üzünü doldurmağı tapşırdı. Adəmlə Həvvanın nəsli çoxlu ailələr olana qədər sürətlə artırdı. Onlar qəsəbələr, sonra da şəhərlər yaratdılar. Amma Allah baxıb gördü ki, yer üzündə yaşayan insanlar daha da zalim olublar. Onların ürəkləri pisliklərlə dolur. Allah insanları yaratdığına görə çox peşman oldu. Onun ürəyi kədərləndi və qərara gəldi ki, hərəkət etmək vaxtıdır. Pulunu mənə ver. Yox, xahiş edirəm, məni öldürmə. Hə, nə oldu? Heç olmasa bu dəfə pul gətirmisən? Nə pul? Sən ancaq pul maraqlandırır. Belə olsa nə olacaq ki? Heç mən də sənin pulu necə əldə etdiyin barədə şikayətlərini eşitmək istəmirəm. Kəs səsini. İçməyə bir şey gətir. Mən sənin qulun deyiləm. Ged özün götür. Məndən belə danışa bilməzsən. Yox, şirinəm eləmə. Əzizim, mən evdəyəm. Necəsən? Mən yaxşıyam. Tarlada işlər necədir? Hər şey yaxşıdır. Amma qaydanda bir şey məni kədərləndirdi. Əmim qızının əri yenə onu döyüb. O evdə əsl sevgi yoxdur. Sanki hər ikisi ancaq dava eləmək istəyirlər. Bəzən buna heç dözə bilmirəm. Niyə, Nuh? Çünki dünya getdikcə daha da təhlükəli olur. Qonşularımız həmişə soyğunçuluq edir ya da dalaşırlar. Onlar bir-birlərini öldürməyə davam edirlər. Bəzən hətta öz ailələrinə də hücum edirlər. Məyər onlar öz pislikləri ilə özlərini məhv etdiklərini görmürlərmi? Hə, doğrudur. Qonşularımızın bir-birinə, hətta öz uşaqlarına münasibətlərinə fikir verirəm. İnsan necə belə yaşaya bilər? Mən Allaha şükür edirəm ki, sən həmişə mənim üçün yaxşı ər, oğullarımız üçün də yaxşı ata olmusan. Qiymətli kəpənək. İlahi, sən nə gözəl dünya yaratmısan. Necə ola bilər ki, qonşularım səni tanımır? Onlar o qədər özlərinə qapılıblar ki, səni sevməyi ağıllarına belə gətirə bilmirlər. Ya Rəbb, sən bizim belə yaşamağımızı heç vaxt istəməmisən. Nuh, mən dünyaya baxdım. İnsanın zorakılığı və əxlaqsızlığı məni məyus edir. Mən bütün bunlara son verirəm. Buna görə də dünyanı və onun üzərində olan bütün canlıları məhv etməyə qərar verdim. Ancaq səni ailənlə birlikdə xilas edəcəyəm. Amma Rəbbim, məhv etmək bütün dünyanı? Bəli, mən yer üzünə sel suları gətirəcəyəm ki, bütün canlılar məhv olsun. Amma səninlə əhd bağlayacağam. Sən ağacdan bir gəmi düzəltməli, sonra onu içərdən və çöldən qətranla örtməlisən ki, su keçirməsin. Gəmini böyük elə. Onun 3 mərtəbəsi olsun və qapısını yan tərəfdən qoyarsan. Sən, oğulların, arvadın və oğullarının arvadları ilə birlikdə gəmiyə girəcəksən və xilas olacaqsan.
Siz özünüzlə hər növ heyvandan bir cüt götürməlisiniz ki, onlar da göndərəcəyim sel sularından sağ çıxsınlar. Ah, ya Rəbb, bütün dünyanı məhv etmək, axı bu çox dəhşətli bir şeydir. Dünya hər gün daha da pisləşir və insanların qəlbində nə olduğunu bir tək sən bilirsən. Buna baxmayaraq, həqiqətən belə qərar vermisənsə, mən kiməm ki, sənə bunu etməməyi deyim. Sam, Ham, Yafəs, gəlin, bizim çox böyük işimiz var. Bugün Allah mənə iş tapşırır, onu sevinclə edəcəyəm mən. Oğullarım gedək işimiz var, biz bir ailə tək bu işi görək, xilas olmaq üçün gəmi tikək. İnanaq Allaha, onun hər vədinə. Qoy fikirləşin, bu taxta qapı üçün uyğun ola bilər. Ata, sən məni axtarırdın? Sam, sən hardaydın? Mən istəyirəm sən qardaşın Yafəslə birlikdə işləyib bu lövhələrdən daha çox gəmiyə qaldırasan. Ata, mən indi bunu edə bilmərəm. Dostlarımla bir şey etmək üçün gedirəm. Bəlkə sabah... Sam, mənə izah edə bilərsənmi dostlarınla nə edəcəksən ki, o mənə kömək etməkdən daha vacibdir? Sadəcə biraz əylənmək istəyirəm. Bilirsən, əylənmək. Gəminin əhəmiyyətini hələ də dərk etməməyiniz məni kədərləndirir. Bu təkcə bizim ailəmiz üçün yox, bütün dünya üçün qurtuluş ümididir. Siz bunu başa düşməlisiniz. Yaxşı, mən kömək edərəm. Ancaq bir neçə saatlıq. Ata, həm də mən hələ də əmin deyiləm ki, sənin daşqın haqqında danışdıqlarına inanıram. Ah! Sam, gəl. Nə gözləyirsən? Onlar bizsiz əylənirlər. Hə, indi həqiqətən əylənəcəyik. Öz atana da bu axmaq işində sonra kömək eləyərsən. Nuh bu gəmini düzəltmək üçün boş yerə vaxtını sərf edir. Hətta öz oğulları Allahın ona söylədiklərinə inanmırlar. Allah böyük daşqın göndərəcəyinə söz verib və o bunu edəcək. Sam, atanın dəli olduğunu bilirsən də, hə? Bilmirəm sən niyə ona qulaq asırsan. Axı bizimlə gəlsən əyləncəli olduğunu bilirsən. Uşaqlar, siz gedin. Bəlkə mən sonra sizə qoşularam. Mən Samın atası kimi dəli olduğunu düşünməyə başlayıram. Yəqin hər ikisi dəlidir. Gəl onu unudaq. Biz onsuz da əylənə bilərik. Gedək.
Ya Rəbb, nəhayət bu böyük işi yerinə yetirdik və gəmi artıq hazırdır. Bu illər ərzində heç bir qonşum sənə üz tutmadı. Sən onlara tövbə etmək üçün şans verdin, amma onlar bunu etmədilər. İndi görürəm ki, sən həm ədalətli, həm də mərhəmətlisən. Mən sənə güvənirəm. Bilirəm ki, nə baş versə də sən mənə kömək edəcəksən. Nuh, sənə dediklərimin hamısını yerinə yetirdin. Mən səndən çox razıyam. 7 gün sonra yağış göndərəcəyəm və bütün canlılar məhv olacaq. İndi sənin və ailənin sənin yanına göndərəcəyim bütün heyvanlarla birlikdə gəmiyə minmək vaxtıdır. Məni öz planına daxil etdiyin üçün çox minnətdaram, ya Rəbb. Nuh, hər şey Allahın sənə dediyi kimi baş verir. Bəli, nəhayət o gün gəldi. Allah öz planını yerinə yetirir. Sam, Ham, Yafəz, bura gəlin. Allahın nə etdiyinə baxın. Oy, heyvanlara baxın. Mən heç vaxt bu qədər heyvanı bir yerdə görməmişdim. Ata, bunun mümkün ola biləcəyinə heç vaxt inana bilməzdim. Amma indi görürəm ki, Allahın dediyi hər şey həqiqətmiş. Bəli, mən də buna inandığıma əmin değildim. Amma bu inanılmazdı. Allah həqiqətən böyük daşqın göndərəcək. Bütün izzət və həmd Allaha olsun. Çünki nəhayət mənim övladlarım yer üzünə gələcək hökmə əmin oldular. Hamı qulaq assın. Biz özümüz və bütün heyvanlar üçün topladığımız bütün qidaları gəmiyə doldurmalıyıq. Ey Sam, asan pul qazanmaq istəyirsən? Sənin üçün kiçik bir işim var. İndi necə bu haqda düşünə bilərsən? Allahın bütün dünyanı məhv etməyə hazırlaşdığını görmürsənmi? Hə, az qala unutmuşdum. Axı o göydən su tökəcək. Bu ağılsızlıqdır. Sən həmişə belə deyirsən, amma bu heç vaxt baş verməyəcək. Heç vaxt baş verməyəcək? Yəni doğrudan da görmürsən ki, artıq vaxt gəlib? Cəmi bir neçə gündən sonra gördüyünüz hər şeyi nəhəng daşqın batıracaq. Nəhəng bir daşqın. Bundan başqa heç nə bilmirsən. Ata, hər şey hazırdır. İndi hamımız gəminin içərisindəyik. Daşqın bugün olacaq. Bəli, oğlum. Bugün Allah daşqın göndərəcək. Qapını da özü bağlayacaq. İndi həyatımız tamamilə Allahın əlindədir. O bizim qayğımıza qalacaq. Ne baş verir? Göydən su yağır. Bu Nuh'un danıştığı daşqındır. Bu nədir? Evimə su dolur. Xahiş edirəm, biriniz kömək eləyin, kömək eləyin. Bütün bunlar Nuh ve onun Allah'ına göre baş verir. Mənim körpə balam, oğlum boğulur. Nuh, sən düz deyirdin. İndi bizi içəri bırakın. Sam, orada
Orada baş verənlər çox dəhşətlidir. İndiyənə qədər bildiyimiz hər şey artıq sona çatır. İnsanlar, mənim ailəm, valideynlərim ölür. Onlar suda boğulurlar. Əzizim, bu haqda düşünməməyə çalış. Qırx gün dayanmadan yer üzünə böyük sellər yağdı və dərinliklərin bütün mənbələri açıldı. Su ən yüksək dağları örtənə qədər yüksəldi və Nuhun gəmisi suyun səthində üzürdü. İşə bir bax. Mən demək olar ki, buna inana bilmirəm. Bəli, hər şey suyun altındadır. İndi neyniyəcəyik? Heç bir şey qalmadı. Tamamilə heç nə. Nuh ailəsi və heyvanları ilə uzun müddət gəmidə qaldılar. Lakin Allah onları unutmadı və külək göndərdi ki, su çəkilməyə başlasın. Getdikcə su azalırdı. Bir gün Bu nədir? Məncə biz torpağı görürük. Bu möhtəşəmdir. Yəqin ki, su çəkilir. Elədir. Amma məncə hələ çox su var. Bəs nə qədər gözləməliyik ki, torpaq kifayət qədər qurusun və biz çölə çıxa bilək? Bilmirəm əzizim, amma ümid edək ki, bu çox da uzun müddət olmayacaq. Təxminən bir il gəmidə qaldıqdan sonra bir gün Nuh çölə çıxmaq üçün yerin kifayət qədər quru olub olmadığını öyrənməkdən ötürü göyərçini göndərmək qərarına gəldi. Göyərçin dincəlməyə yer tapa bilmədi. Ona görə də gəmiyə qayıtmalı oldu. Bundan sonra Nuh daha 7 gün gözlədi. Sonra yenə göyərçini göndərdi. Zeytun budağı. Göyərçin təzə zeytun budağı gətirdi. Yer artıq quruyub. Biz gəmidən nə vaxt çıxa bilərik? Hə, yer demək olar ki, qurudur. Amma daha da əmin olmaq üçün biraz da gözləyəcəyik. Nuh ailəsi ilə birlikdə yerin tamamilə qurumasını gözləyirdi. O zaman Allah Nuh'a dedi: Sən, arvadın, oğulların və onların arvadları gəmidən çıxın. Qoy səninlə olan bütün heyvanlar da çıxsın. Nuh və ailəsi qurban gətirmək üçün qurbangah tikdilər və Allaha ibadət üçün bəzi heyvanları qurban verdilər. İlahi, bizə qayğı göstərdiyin və bu gəmi ilə bizi xilas etdiyin üçün sənə şükür edirik. Ya Rəbb, indi bu yeni torpaqda bizə bəxş etdiyin həyata görə sənə minnətdarıq. Allah Nuh'a və ailəsinə xeyir-dua verdi və onlara dedi: Övlad sahibi olun. Gedin və yer üzünü doldurun. İndi bu əhdi sizinlə və bütün canlılarla gələcək nəsillər boyu bağlayıram. Bir daha heç vaxt sular bütün canlıları məhv etmək üçün daşqına çevrilməyəcək. Nə vaxt buludlarda göy qurşağı görsəniz, sizə verdiyim vədi xatırlayacaqsınız.
Beləliklə Allah bütün canlılara xeyir-dua verdi. Dünyanı bir daha daşqınla məhv etməyəcəyinə söz verdi və bu günə qədər də bunu etmədi.